Tamam dostlar. Fotoreleyin qoşulması qaydasını soruşurdular. İndi onu izah edəcəm necə qoşulur. Deməli burada əvvəlcədən qoşduğumuz işıqlanma projektorda fotoreldə xarab olub. İndi onu təzəsi ilə, yenisi ilə əvəz edirik. İlk öncə indikatorla yoxlayıb tok olmadığından əmin olduqdan sonra işə başlamaq lazımdır. Deməli burada 3 ədəd kabel var. Yəni fotorele və lampa qoşulmasında, yəni fotorele ya projektor qoşulmasında 3 ədəd kabel olur. Birinci qidalanma kabeli, 220 gələn kabel. Burada ağ kabel, üstündə qara izolent olan, giriş 220 olan kabeldir. Fotorelenin üstündə 3 ədəd naqil olur. Qırmızı, qara, yaşıl, yaxud da ağ, yaşıl. İndi burada hal-hazırda qırmızı, qara, yaşıl. Bir də projektordan gələn naqillər göy, yəni mavi rəng və şabaldı rəng. Və beləliklə bu qoşulmada nollar bir yerə bağlanır. Projektorun mavi rəngi, 220-dən gələn mavi rəng və fotorelenin yaşıl rəngi, yaşıl rəngdən naqili birlikdə hamısı bir yerə bağlanır. Bu noldur, qoyulur qırağa. Sonra fotorelenin üstündəki qara naqil 220-nin girişidir, yəni açardır. Giriş faza dəstəyidir. 220-dən gələn ağ kabeldən gələn qırmızı naqili, yəni fazanı fotorelenin qara rənginə bağlayırıq. Fotoreledən çıxan qırmızı naqili isə projektorun şabaldı rənginə bağlayırıq. Beləliklə fotorele hazırdır. Projektoru gecə-gündüz rejimində işə salacaq. Qoşmanı bitirdikdən sonra test eləmək lazımdır, yoxlamaq lazımdır. Fotorelenin korobkasında qara rəngdə salafan çıxır. Bunu taxırıq fotorelenin üstünə, çünki gündüz qoşmuşuq. Ona gecə effektini verib, onu işləyib işləmədiyini test edirik və budur, işləyir, yanır.